Müğənni Ofeliya Şabanovanın qardaşı vəfat edib. Bu barədə müğənninin yaxınları məlumat verib. Qeyd edək ki, müğənninin qardaşı günlərdir komadaydı. O həmçinin Vətən müharibəsi qazisi idi. Lənkəranda hərəkətdə olan avtomobilin üzərinə ağac aşıb. Hadisə Əli-Astara magistralında rayonun Parakənd kənd ərazisində baş verib. Belə ki, Astara rayonunun Tərgərüd kənd sakini 1967-ci il təvəllüdlü Dəmir Müzəffərovun idarə etdiyi VAZ 2107 markalı avtomobil hərəkətdə olarkən yol kənarındakı ağac aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb. Hadisə nəticəsində avtomobildə olan sürücünün 1988-ci il təvəllüdlü qızı Nüşabə Müzəffərova və onun 1960-cı il təvəllüdlü qaynanası Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, müalicələrə davam etdirilir. Məlumata görə hadisə zamanı xəsarət alan şəxs elə yerləşdirildiyi xəstəxanaya əvvəlcədən yazıldığı həkim qəbuluna aparılırmış. Kənd sakinlərinin sözlərinə görə həmin ərazidə aşma təhlükəsi olan digər çürümüş ağaclar da mövcuddur. Bu barədə aidiyyatı qurumlara dəfələrlə müraciət edilsə də problem aradan qaldırılmayıb. Faktla bağlı araşdırma aparılır.